Tanrıya uzanan yolam, vədlərdən tox, yoxdan bolam. Oyundan kənar bir qolam, odur ki görmürlər məni. Dərd daşımaqla məşğulam, dəftərə, kitaba qulam. Sulara qərq olmuş çulam, odur ki görmürlər məni. Şair özü belə düşünsə də biz görürük onu. 3 gün əvvəl doğum gününü qeyd etdiyindən də xəbərimiz var. Şair, tərcüməçi, jurnalist 3 ölkənin Azərbaycan, Rusiya, Gürcüstanın Yazıçılar Birliyinin üzvü Giya Paçxataşvilidən danışırıq. Kivi təxəllüslü Giya Paçxataşvili 1961-ci il yanvar ayının 29-da Qax rayonunda andan olub. Məşhur Ağadamın taleyi dünyaya gəlməzdən öncə yazılıb. Giya və onun əkiz tayı dünyaya gəlməzdən 2 həftə əvvəl ataları faciəvi şəkildə dünyadan köçür. Hadisənin psixoloji sarsıntısı keçməmiş, ana daha bir sınaqla üz-üzə qalır. Əkizlərinin doğulduqdan sonra albinos olduğunu görür və onların birindən, Giyadan imtina edir. Əkiz tayı olan qızı Liyanı isə özü ilə götürür. Balaca Giya xəstəxanadan Gəncədəki uşaq evinə göndərilir. Daha sonra Bakıya gəlir. Gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbində təhsil alır. Giya valideyn sevgisindən məhrum olmasına, görmə zəifliyinə baxmayaraq oxumağı, öyrənməyi həyatının tələbinə çevirir. İnadı, qətiyyəti ilə orta məktəbi rusca, həm də müvəffəqiyyətlə bitirərək 1982-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilir. Həmin nüfuzlu universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycana qayıdır. İllər keçdikcə uca boyu, diqqət çəkən görkəmi ilə daha da sevilən Giyanın poetik istedadı diqqəti cəlb edir və onun şeirləri, tərcümələri tezliklə qəzet, jurnal səhifələrinə yol tapır. Bugünə kimi o, Azərbaycan şair və yazıçılarının 30-dan artıq kitablarını rus və gürcü dillərinə tərcümə edib. Özünün isə Azərbaycan dilində Sükutların rəngi, Oğul atı itirdi, Son, Əvvələ gedən yol, rusca isə Elegiya, Gruzinski xor və Ya Uverin kitabları çapdan çıxıb. Onda deyək ki, 2000-ci ildə Giyanın həyat və yaradıcılığından bəhs edən Ağadam, Kivi, Fosforadan filmləri çəkilib. 61 yaşını qeyd edən Giya Paçxataşvili ilə gerdə qoyduğu illəri bugün bir daha xatırlayacaq, onun maraqlı ömrünə yenidən nəzər salacağıq. Bizim əməkdaşımız Ruhiyyə İsrafilova hər bir şeyi dedi Giya müəllim haqda. Bəli, ona görə sadəcə mən demək istəyirəm ki, salam, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Mən ümumiyyətlə çox minnətdaram. Çünki bizim əslində bu verilişin səbəbkarı da mənim xanımımdır, Xatirə xanım. Yönəltmişdi bu informasiyaları. Dedi ki, Oslo İctimai Televiziya sənə doğmadır. Yəni, sabah saxlamayan, sözün sehri, hər yerdə olmuşsan, bu verilişdə olmamışsan, mən sənin üçün sürpriz edirəm ad günüVə. Elə səhifənizi də deyəsən Instagramda xanımınız aparır. Hə, əlbəttə. Mən həmişə deyirəm ki, o mənim əlacımdır, gündə əl ağacımdır. Gündə yaxşı deyirəm, o mənim həmişə müşahidət edir. Maşallah, həmişə belə olsun. Keçmiş ad gününüz də mübarək. Bəli, ad gününüzü də təbrik edirik. Təzəlikcə qeyd etmişsiniz. Beləliklə, bizim qonağımız şair, tərcüməçi, publisist Giya Paçxataşvilidir. Giya müəllim, siz 3 ölkəni birləşdirirsiniz. Bayaq da mən bu haqda dedim. Azərbaycanda doğulmusunuz, Qaxda. Milliyyətcə Gürcüstana aidsiniz. Amma həmçinin Rusiyaya da aidiyyatınız var. Niyə? Çünki istər-istəməz hamımızın keçmiş Sovet keçmişimizdir də, belə deyək, ölkəmizdə. Həm də siz Moskvada oxumusunuz. Moskva Dövlət Universitetini bitirmişsiniz, jurnalistika fakültəsini. Yəni, bu 3 ölkə sizi birləşdirir və 3 ölkənin üçünün də Yazıçılar İttifaqının üzvüsüz. Əslində, çox maraqlıdır. Bu necə baş verdi və bu ölkələri bir-birindən fərqlidir. Nə hal-hazırda Rusiyadır da. Rusiya, Gürcüstan, Azərbaycan fərqlidir. Bəli. İndiki günlərimizdə, müasir günlərdə həm fiziki olaraq, həm psixoloji olaraq çətin deyil ki, sizə bu 3 ölkəni birləşdirmək. Yox, əslində siz bayaq yaxşı qeyd ediniz. Biz, belə deyək də, Sovet şinelindən çıxmış adamlarıq. Yəni, o vaxtı indi ideoloji yön belə idi ki, güya hamı qardaşdır, güya heç bir problemimiz yoxdur, filan. Ona görə də, məsələn, həmin məqamlarda, həmin dövrdə oxumaq o qədər də çətin deyildi. Çünki o alt qatda olan nifrət,